Siyasət nədir? Siyasət hakimiyyətə gəlmək və ya onu qorumaq istiqamətində aparılan fəaliyyətdir. Siyasətçi, siyasətlə məşğul olan, yəni hakimiyyətə gəlmək və ya onu qorumaq üçün fəaliyyət göstərən şəxsdir. Siyasi prosesin iştirakçıları: 1. Xalq, 2. İqtidar, 3. Müxalifət. Siyasət elitar şəxslərin peşəsi olanda, xalq bundan qazanır. Siyasət əxlaqsızların ixtiyarına keçəndə isə xalq bundan zərər görür. Xalq olaraq siyasətə iyrənclik gətirən hərəkətlərə son qoymalıyıq. Bu cür davranışlar xalqa və gələcək nəsillərə pis örnək olur. Əxlaq normalarını alt-üst edir. Buna görə də siyasətlə məşğul olanlar nəinki indiki insanların, həm də gələcək nəsillərin qarşısında məsuliyyət daşıyırlar. Elə buna görə də siyasət elitar şəxslərin peşəsidir. Bugün siyasətdə özünü və qarşısındakını tanımayanların, siyasətlə məşğul olan elitar şəxsləri hədəfə alması təkcə bugünkü vəziyyət üçün deyil, sabah üçün də böyük gizli təhlükələr daşıyır. Xalq siyasətdən iyrənir, siyasi oyunçu kimi meydanı tərk edir və nəticədə rejimin istədiyi siyasi staqnasiya, yəni durğunluq yaranır. Siyasi durğunluq isə bu hakimiyyətin ömrünün uzanmasına xidmət edir. Kimlərsə ağzını, dilini və barmaqlarını idarə edə bilmirsə, heç olmasa siyasətçilərin şəxsiyyətini hədəfə almasın, onlara palçıq atmasın, gələcək nəsillər qarşısında məsuliyyətlərini dərk etsinlər. Bu xalq gələcəyini təhqir ritorikası ilə əxlaqsızlığını nümayiş etdirənlərə etibar etməyəcək. Dostlar, gəlin ciddi olaq. Ataxan Əbilov. Parlamentə İranlı bir vətəndaşı sızdıranların onu türk olduğuna görə müdafiə etməsi, amma Azərbaycan vətəndaşı, ziyalısı və elitar şəxsiyyəti olan Ataxan Əbilovun milli kimliyinə kinayə ilə işarə etmələri kənardan çox iyrənc görünür. Sərhədin bu üzündə doğulmuş Azərbaycan vətəndaşı və ziyalısının üzərinə İran vətəndaşı ilə türk bəhanəsi ilə gəlmək çox iyrənc əməldir və irqçilik əlamətidir. Azərbaycan Xalq Parlamenti irqçi təşkilat deyil, siz qütbləri səhv salmısınız. Siyasətlə məşğul olduğunu düşünənlərin nəzərinə. Arada kimlərlə yanaşı dayandığınıza və xalqın sizə verdiyi qiymətə baxın. Şərhləri silməklə prepiskadır. Siyasətdə isə prepiska intihardır. 29-11-2025 tarixli iclasda gördüyünüz kimi. Sonda bir həqiqəti hər kəs anlasın. Siyasət meydanı təhqir, kinayə və şəxsi hücumlarla doldurulan bir palçıq arenası deyil. Bu kimi iyrənc əməllərlə siyasi prosesə zərbə vuranlar bilməlidirlər ki, təkcə özlərini yox, ilk növbədə xalqın ümidini məhv edirlər. Unutmayın, söz insanın kimliyidir. Ağzından çıxan səni yücaldar da, alçaldar da. Bəzi şəxslərin sosial şəbəkədə cəsarət saydıqları davranışlar əslində siyasi savadsızlığın, mədəniyyətsizliyin və məsuliyyətsizliyin göstəricisidir. Heç kim elitarın səviyyəsinə çata bilmədiyi üçün onu aşağı çəkməyə çalışmasın. Bu xalq siyasi mədəniyyəti aşağılara çəkənləri bağışlamır və bağışlamayacaq. Çünki siyasət çirk axıdanların yox, xalqı qarşısında məsuliyyət daşıyanların peşəsidir.